Qoydu yarışanlar bu nemətlər üçün yarışsınlar. Yəni qoy dünyada, yəni başqa şeylər, baxırsan insanlar bir-birinə yarışır. O deyir ki, mənim maşınım daha yaxşı olsun, bu deyir ki, mənim evim daha yaxşı olsun, bu deyir ki, mənim filan şeyim daha yaxşı olsun. Allah təala deyir ki, "Və fi zəlikə fəliyətənəfəsil mutanəffisun." Qoydu yarışanlar bu cənnət üçün yarışsın. Əbədi həyat üçün yarışsın. Deyir ki, "Və mizacuhu min təsnim." O elə bir bulaq olacaq ki, onlar təslim suyundan qarşılayacaq. Yəni qarşılayacaq, yəni təslimdən qarşılayacaq. Aynən yeşrəbu biha el-muqarrabun. Deyir, ona yalnız muqarrablar nə edəcək? Ondan içəcəklər. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə deyir, bununla da yekunlaşdırırıq. Deyir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm cənnətən min fiddatin aniyyətuhuma və ma fihima. Deyir ki, iki cənnət var ki, deyir, o iki cənnətin deyir, orada nə varsa hər şey gümüşdəndir və qabları da gümüşdəndir. Və ma fihima, və orada nə varsa deyir, hamısı gümüşdür deyir. Və cənnətən min zəhəbin. Deyir, iki cənnət də var ki, deyir, qızıldandır. Aniyyətuhuma, qabları da, və ma fihima. Deyir, orada nə varsa hamısı nədəndir? Qızıldandır. Və ma beynəl qavmi və beynə ən yanzuru ilə rabbihim illə ridəəl kibriyə. Deyir ki, və onlar deyir, o qədər nemət içində olacaqlar. Deyir, onlarla Rəbləri arasında sadəcə kibriya, Allahın təkəbbürlük ridası olacaq ki, o ridanı Allah Taala götürən kimi onlar Rəbbinə baxacaqlar. Aləvəcə fi cənnəti ədnin. Yəni Allah Azza və Cəllə hər dəfə o kibriya ridasını götürən kimi onlar Allahı görəcəklər. Ədin cənnətində olan.